Ya Allah, ya Allah, tut elimden, elim boşdur. Dünyada tenhayam, yüreğim bir sana boşdur. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Bari'il halaik ecmaîn. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin ve ala ehli beytihi teyyibin tahirin el masumin. Rabbi şrah li sadri ve yessir li emri vahlul uqdatan min lisani yefqahu qavli. Bugünkü söhbətimiz ata və anaya ehtiram etmək barəsindədir. Hərçənd ki bizim varlığımız Allahdandır, lakin bizim vücudumuz və yaşayış səbəbimiz ata və anadır. Biz bu iki əzizin vücudundan şaxəyik. Ata və anamızın misilsiz atifə, mehr, tərbiyə və məhəbbət bağının meyvəsiyik. Unutqan insan qüdrətə və mövqiyyətə yetişdiyi zaman öz kiçik və aciz olduğu dövranı yaddan çıxarır. Ata-ana və onların dözülməz zəhmətlərini unudur. Bundan da böyük naşükürlük olarmı? İnsaniyyət və əxlaq icab edir ki, bu iki gövhərin qayğısını çəkək. Həyatda olduqları zaman yaxşılıq və ehsandan, dünyadan getdikdən sonra sədəqə və yaxşı addan qəflət etməyək. Biz öz valideynlərimizin davamçısı olduğu kimi, övladlarımız da bizim davamçılarımızdır. Bizim ata-ana ilə davranışımız və onlara ehtiram və yaxşı qayğı göstərməyimiz səbəb olar ki, bizim övladlarımız da gələcək nəsildə haqq tanıyan, qədir bilən və yaxşı əməl sahibləri olalar. Bizim rəftarlarımız valideynlərimizə necə olsa, övladlarımızın da rəftarları bizə o cür olacaq. Valideynlərin həqqini əda etmək və onların zəhmətlərinin şükrünü yerinə yetirmək də Allahın həqqini və onun neymətlərinin şükrü kimi bizim qüdrətimizdən xaricdir. Yeganə yolu budur ki, öz acizliyimizə etiraf edib və təvazökar qol qanadımızı bu iki mələyin ayağı altına sərək. Bununla yanaşı ata-ananın məqamına diqqət etmək və onların Allah yanındakı qədr və mənzələtini tanımaq zəmin yaradar ki, onların böyük həqlərindən bir hissəsi əda olsun. Mütəal Allah Qur'an-ı Kərimdə belə buyurur: وَقَضَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا إِمَّا يَبْلُغَنَّ عِندَكَ الْكِبَرَ أَحَدُهُمَا أَوْ كِلَاهُمَا فَلَا تَقُل لَّهُمَا أُفٍّ وَلَا تَنْهَرْهُمَا وَقُل لَّهُمَا قَوْلًا كَرِيمًا وَاخْفِضْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ وَقُلْ رَبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِي صَغِيرًا. Rəbbin əmr etmişdir, Allahdan başqasına ibadət etməyin və valideynlərə yaxşılıq edin. Əgər onların biri ya hər ikisi sənin yanında qocalsalar, onlara üf belə demə, başlarına qışqırma və onlarla xoş danış. Təvazökarlıq qanadını onlara mehribancasına aç və de: Pərverdigara, onlar körpəliyimdə məni böyüdən, tərbiyə edən kimi sən də onlara mərhəmət et. Əziz İslam Peyğəmbəri sallallahu aleyhi və alihi və səlləm buyurub: Mən əsbəhə muti'ən lillahi fi valideyn, əsbəhə ləhu babani məftuhani minəl cənnə. Hər kəs Allahın fərmanını ata-ananın barəsində riayət edə, behişdən iki qapı onun üzünə açılar. Başqa bir hədisdə buyurubdur:
El-abdul muti' li valideyhi fi a'la illiyyin. Ata anasına və pərverdigarına müti olan insan qiyamət günündə ən uca məqamda olacaqdır. İmam Sadiq əleyhissalam buyurur, Həzrəti Musa əleyhissalam öz pərverdigarı ilə münacat edən zaman bir kişini Allahın ərşinin sayəsi altında naz və nimətdə gördü, ərz etdi, Xudaya, bu kimdir ki, sənin ərşin ona sayə salıb? Mütəal Allah buyurdu, o öz ata-anasına nisbət yaxşılıq edən və heç vaxt söz gəzdirməyən birisidir. Bir böyük şəxsdən soruşdular, xalq arasında olan bu məqam və şöhrəti nə ilə qazandın? Dedi, anamın duası ilə. O bir gecə məndən su istədi, mən getdim arxdan su gətirdim, amma mən qaydana yatmışdım. Ta sübhə kimi dayandım, yatmadım. Anam yuxudan ayıldı, soruşdu, niyə durmusan, yatmamısan? Olub keçənləri ona danışdım. Anam ayağa qalxdı, namaz qıldı və dua etdi ki, İlahi, o cür ki bu oğlum məni böyük və əziz tutdu, onu xalq arasında böyük və əziz elə. İmam Baqir əleyhissalam buyurur, üç şeydə mütəal Allah heç kimə icazə verməyib ki, onları tərk etsin. Birinci, əmanətin qaytarılmasını yaxşı və pis adama. İkinci, əhd və peymana vəfalı olmaq yaxşı və pis adama. Üç, ata və anaya yaxşılıq etmək yaxşı olalar ya fasik. Peyğəmbər-i sallallahu aleyhi və aleyhi və səlləm buyurur, Mən ərdə valideyhi fəqəd ərdəllah və mən əsxədə valideyhi fəqəd əsxədəllah. Hər kim ata-anasını razı etsə, Allahı razı etmiş olur. Və hər kim ata-anasını qəzəbləndirsə, Allahı qəzəbləndirmiş olur. Səələ rəculun Rasuləllahi sallallahu aleyhi və aleyh, Ma haqqul validi alə vələdih, qalə la yüsəmmihi bismih, və la yəmşi beynə yədəy, və la yəclüsü qəblə, və la yəstəsibbulə. Bir kişi Peyğəmbərdən sual elədi, atanın övlada haqqı nədir? Həzrət buyurdu, onu adı ilə çağırmasın, yol yeriyərkən ondan qabağa keçməsin, ondan əvvəl əyləşməsin, bir iş görməsin ki, cəmaat onun atasına söyüş versin. Bir gün Həzrəti Musa əleyhissalam münacat vaxtında Allah'a ərz edir, Xudaya, mailəm behişdə mənim ilə həmnişin olanlardan birini görəm. Mütəal Allah bir qəssab kişini ona müərrifi edir. Həzrəti Musa əleyhissalam tamam iştiyaqla qəssab kişinin dükanının qapısına gedir və onu görməkdən çox şad olur. Özlüyündə deyir, çox yaxşı olar. Bunun əməl və rəftarlarına diqqət altına alım, ta görüm hansı fövqəladə əməli onu bu məqama layiq edir. Musa əleyhissalam o cavanı bir müddət diqqət mərkəzində saxlayandan sonra ət satmaqdan başqa bir şey görmədim. Axşam oldu. O qəssab dükanı bağlayıb evinə yollandı. Musa əleyhissalam irəli gəlib, özünün kim olduğunu söyləmədən o cavandan istədi ki, onun qonağı olam. Qəssab qəbul edib və Musa əleyhissalamı öz evinə apardı. Qəssab qonağa hörmət göstərdikdən sonra bir ipi divardan açdı və bu zaman bir zəmbil otağın tavanından aşağı gəldi. Zəmbildə qundaqda bükülmüş bir qoca arvad var idi. Qəssab yumşaq yemək gətirib qaşıqla o yeməyi qoca arvadın ağzına tökürdü. Arvad tez-tez göyə baxır və nəsə deyirdi, amma dedikləri məfhum olmurdu. Qəssab qonağın da xidmətində olub sonra hər ikisi yatdılar. Səhəri gün sübh vaxtı qəssab həm qonağa, həm də o qoca arvada xidmət edib, yenə də onu həmən zəmbilə qoyub otağın tavanından asdı. Musa əleyhissalam və qəssab evdən çıxdılar.
Həzrət qəssabdan soruşdu, bu qoca arvad kimdir? Qəssab dedi, anamdır. Həzrət soruşdu, niyə ananı tavandan astın? Qəssab dedi, ona görə ki, evdə heç kim yoxdur, qorxuram bir heyvan ona əziyyət edə. Musa əleyhissalam dedi, anan yemək yeyən vaxtı göyə baxırdı, o nə deyirdi? Qəssab dedi, anam belə deyirdi, Xudaya, mənim oğlumu qiyamət günü Həzrəti Musa əleyhissalam ilə məşhur elə. Həzrət buyurdu, sənə müjdə olsun, Musa mənəm. Mütəal Allahdan istədim ki, behişdə mənim ilə həmnişin olanı mənə göstərsin, səni mühərrif elədi. İndi bildim ki, bu bəyənilmiş əməlin səbəb olub ki, mənim ilə həmnişin olasan. Əziz Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurub, hər kəs istəsə ömrü uzun və ruzisi bol olsun, ata-anasına yaxşılıq və silə-i rəhm etsin. İmam Sadiq əleyhissalam buyurur, bir kişi Peyğəmbərin xidmətinə gəlib dedi, ya Rəsuləllah, kimə yaxşılıq edim? Həzrət buyurdu, anana. Ərz etdi, ondan sonra kimə? Buyurdu, anana. Ərz etdi, sonra kimə? Buyurdu, anana. Yenə də sual etdi, daha sonra kimə? Həzrət buyurdu, atana. Əli əleyhissalam buyurur, hər kəs ata-anasını qəmgin etsə, ağ valideyn hesab olunur. Peyğəmbər sallallahu aleyhi və aleyh buyurub,